Salam, hər vaxtınız xeyir. Bayaq çörəklərim var idi, onlardan kotlet eləmək qərarına gəldim. Çörəkləri suda islatdım, sonra suyunu sıxdım, qoydum, üstünə birazca duz tökdüm. 2 orta boy soğan, 2 orta boy kartof. Onları da rəndələdim, suyunu sıxdım. 3 dənə yumurta, göyərti olaraq da cəfəri, göy soğan, duz, istiot. Bunların hamısını qatıb bir-birinə kotlet hazırlayacağım. Hamısını tökdüm qaba. Azca duz, çünki çörək özü duzlu olduğuna görə duzu az tökmək lazımdır. Azca da istiot. Zövqə görə ola bilər. Kim çox istəyir, çox eləyə bilər. Qarışdırdım. Kotlet hazırlayan kütlə kimi. İndi bunları kotlet formasına düzəldib qızardacağım. Kotletləri bu cürə düzəltdim. İndi qızardacağım. Qoyduq belə. Pişiririk. Bir üzü qızaranda da o bir üzünü çevirəcəyik. Kotletlər pişir. Çox gözəl vəziyyətdə bişir kotletlərimiz. Bişirib bir partiya götürmüşəm. İndi bunları da yarı-yarı yer olduqca düzəldib qoyuram. Təzədən hazırlayacağım hamısını. Budur, bayaq çörəkdən hazırladığımız kotlet çox ləzzətli, gözəl alınıb. Heç də ət kotletindən geri qalmır. Həm belə yeməyə, həm atışdırmalıq. Soyuq halda da yemək olur. Çox gözəl alınıb və çəkilişini eləyə bilmədiyimiz salat da çox gözəl dadlı alınıb. Bundan da hazırlaya bilərsiniz. Pomidor, xiyar, qarğıdalı, bişmiş qarğıdalı, kök, müxtəlif göyərtilər, gül kələmi, brokoli. Bir sözlə əlimizdə nə var idisə evdə. Onlardan qatdıq. Çox da ləzzətli alındı. Toyuğun döşəti. Ondan sonra biraz da pendir var idi. Pendiri də qatdıq. Çox ləzzətli alındı, yəni. Bu kotletlə bir yerdə və yaxud da başqa bir yeməkdən də yeməyə çox yaxşı salatdır. Kotletlər də yaxşı çıxıb, çox ləzzətlidir. Ət kotletindən geri qalmır. Siz də hazırlayın, nuş olsun. Kanalımızda abunə olun. Zəhmət olmasa bəyənin videomuzu. Çox sağ olun, təşəkkür edirik.